Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə qadağa qoyulmasına onun güya dəfələrlə anti-Rusiya və rusofob açıqlamalar verməsinin səbəb olduğu açıqlanıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Azər Badamov 2025-ci ilin mayın 4-də Rusiya ərazisinə buraxılmayıb. Qeyd olunur ki, Azər Badamovun Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında Federal Qanunun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmasına icazə verilmir. Bunun əsas səbəbi Milli Məclisin deputatının güya dəfələrlə anti-Rusiya və rusofob bəyanatlar verməsidir. Badamova qarşı görülən tədbirlərin şəxsi xarakter daşıdığı bildirilir. Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz niyyətinə təsir göstərmədiyi vurğulanır. Rusiya dost ölkələrlə münasibətlərdə stop list praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi əvvəllər də bir sıra Rusiyalı deputatlara qarşı Azərbaycana giriş qadağası qoyulub. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valiyevlə bağlı olub. Moskva hesab edir ki, bu cür məsələlərin media vasitəsilə iddialar səsləndirməklə deyil, diplomatik kanallarla həll edilməsi düzgündür, deyə mənbə bildirib. Eyni məzmunlu xəbəri eyni vaxtda RIA Novosti agentliyi də yayıb. Göründüyü kimi açıqlamalarda Azər Badamovun konkret hansı fikirlərindən söhbət getdiyi bəlli olmur. Onun Rusiya ərazisinə girişinə qadağa qoyulmasına heç bir aydınlıq gətirilmir. Ümumi ifadələr işlədilir. Başqa bir məqam odur ki, Rusiya tərəfi məsələyə rəsmi münasibət bildirmir. Açıqlamanı hansısa mənbənin adından mətbuatda yayır. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə baş verən gün məsələyə münasibət bildirib. Qeyd olunub ki, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi məsələnin araşdırılacağını bildirərək bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir. Məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik, deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Qeyd edək ki, APA dünən Milli Məclisin deputatı Azər Badamovun Moskva aeroportunda saxlanılaraq deportasiya olunması barədə məlumat yayıb. Deputat Rusiya tərəfinin dəvəti və Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyətinin tərkibində ümummilli lider Heydər Əliyevin anadan olmasının il dönümü ilə əlaqədar tədbirdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdı. Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Azər Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Güman olunur ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş deputat Valiyevlə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb.